Hörmətli Vüqar müəllim, sizi ad gününüz münasibətilə ürəkdən və səmimi qəlbdən təbrik edirik. Jurnalistika kimi məsuliyyətli və şərəfli bir sahədə göstərdiyiniz peşəkarlıq, prinsipial mövqe və vicdanlı mövqeyiniz sizə həmkarlarınızın və oxucuların dərin hörmətini qazandırıb. Sözə verdiyiniz dəyər, həqiqətə sədaqətiniz və obyektiv yanaşmanız bugün cəmiyyət üçün olduqca vacib olan nümunəvi bir mövqedir. Siz fəaliyyətiniz boyunca informasiya dəqiqliyini, milli maraqları və etik prinsipləri hər zaman ön planda saxlamısınız. Qələminiz təkcə hadisələri işıqlandırmır, eyni zamanda insanları düşündürür, maarifləndirir və doğru mövqeyə səsləyir. Bu isə əsl jurnalist peşəkarlığının ən ali göstəricisidir. Ad gününüz münasibətilə sizə möhkəm can sağlığı, uzun və mənalı ömür, ailə səadəti, yaradıcılıq ilhamı və tükənməz enerji arzulayırıq. Qoy həyat yolunuz daim uğurlarla dolu olsun, yeni ideyalarınız, maraqlı yazılarınız və samballı layihələriniz oxucularınız tərəfindən həmişə böyük maraqla qarşılansın. Arzu edirik ki, qələminiz hər zaman kəsərli, sözünüz nüfuzlu, yolunuz açıq olsun. Həqiqətin keşiyində duran jurnalist kimi uğurlarınız daha da artsın, gördüyünüz işlər sizə həm mənəvi zövq, həm də cəmiyyətin dərin rəğbətini qazandırsın. Ad gününüz mübarək olsun, Vüqar müəllim. Sizə yeni yaşınızda daha böyük nailiyyətlər və parlaq uğurlar diləyirik.